Yəqin ki, Vladimir Solovyovu hamı bilir, aparıcı Rusiyanın aparıcısı. Bu ermənilərdən Azərbaycanlıları həmişə aşağılayar, erməniləri qaldırır. Nəysə, o aydın məsələdir. Özü kimdir özü? Petro deyil, Petrovski Xalov ayaq yolunda gedib şəkil çəkir öz çirki ilə. Ayaq yolunda. Bunlar rəssamdırlar, ayaq yolu rəssamlardılar, hansı ki öz adlarını yazırlar. Orada здесь был, burada olub, yəni Vova, Volodya. Bax bu qədər. Bu deməli, mən bütün dünya işi, yəni bütün xalqlara, insanlara ümumiyyətlə ermənidən danışanda, ermənidən bir söz deyəndə erməni budur, dahidir, qədimdir, belə xalq. Bu qədim xalqın bir dənə götürün, o baxın öz erməniləri nə yazır qədim xalqın. Movsiz Xornaçi. Biz Tanrının yaratdığı deyilik. Biz iblisdən olanıq. Bunun Movsiz Xornaçi deyil. İblisdən olanıq biz. Samvel, Rafi Samvel deyir ki, biz əxlaqsızdan olanıq. Qorxaq. Mən də bağışlayın da demişdim indi. Erməni Daşdentçi deyir, Rafi Samveli deyir. Yegişey, o çarınçı var. Biz deyir ananın qarnında qorxaq, satqın, oğru, yəni anadan oluruq. Mən də bağışla əxlaqsız anadan oluruq. O ermənilər deyir, erməni deməli, bax bu yazıçıları, şairlər var, Rafi Samvel, Yegişi Çarinski, Xaçik Daşdentski. Mən İrəvanlıyam, ona görə bunları deyirəm. Elə bilən nağıl danışmıram. Movsiz Xornaçi. Sonra baxın görün kim nədir? Rusiyanın çarı Pyotr birinci deyir ki, bunlar erməni xalqı ümumiyyətlə xoruzdular. Bunların kişiləri xoruzdular. Xoruz o mənada deməyib, türmə mənasında deməyib, kişiləri xoruz deyirlər. Türmədə o mənada deyib. Yəni nə xoruz danırsınız, atlanırsınız. Ermənilərə belə baxın da. Bir şey dəyərsiniz, xoruz kimin atlanırsınız. Bax buna xoruz adı. Dahi, sivil, qədim xalqa belə ad qoyarlar. Mən demirəm, bu Marksın özü deyib ki, bu panel qadınları da analarını dahi xalq, erməni xalq, döyüşən xalq, nə bilim, qalib olan xalq gedib anasına Marksın ətəyini atar. Ana vətən İrəvanda qoyublar. Əlində də xəncəri ilə ana vətən. Görün, panelini analara bunlar görünə abidə qoyublar. Ana vətən. Bunların Çaturyanı var, deyir ki, bizim atamız yoxdur. Bizim anamız var. O düz deyil. Yəni bunların ataları, bütün dünya kişiləri bunların atalarıdır. Bunlar bilmirlər kimdir. Ona görə o açıq deyil. Çaturyan deyir, mən demirəm. Deyir, u nas mать есть, у нас отцов нету. Yəni bu Alain Delonu hələ mən demirəm bu yaxınlarda 69-cu illərdə Şarl Aznavur yaxın dostudur. Ona deyib ki, sizin xalq 21-ci əsrin düşmanı gəlib, vredители, враги. Çuma 21 veka. Alain Delon deyir bunu, mən demirəm. 24 aprel 69-cu ildə Şarl Aznavura, o erməni müğənnisi, yaxın dostuna sifətinə deyib Alain Delon. Robert De Niro'dur. Mən demirəm Mayakovski, fahişədən olan qorxaqlar, Pushkinin özü, İlya Çavçavadze, Gürcü, yəni bunlar bu erməniləri göstərdi. Tolstoyun özü, Tolstoy deyib ki, Qafqaza buraxmayın erməniləri. Bunlar zərbədir, arxadan zərbə vuranlardır Qafqaz xalqlarına. O что сказал? Нельзя Хаев переселить на Кавказ. Это Толстой, Лев Толстой. Они удар нанесут. Это позор. Они будут вредить всему Кавказскому
народом, понимаете, удар нанесут Кавказскому народу в спину и так далее, прочее. Yani bu deyib ki, bunlar təhlükədir. Это особо опасные. Tolstoy deyib, nельзя пускать в Kafkaz. Bunları görün, bütün nə qədər məşhur adamlar, yəni bu erməni xalqlarından bunlar deməli, ona görə ermənidən danışanla, ay qardaşlar, ay fransız, bütün Cumanın özü nə deyib? Erməni kimin əxlaqsız millət yoxdur, qorxaq, satqın, o da deyibdi. Və bir dənə bir söz deyibdi türklərə ki, qədim türk xalqı var. Onun türkün yanında bir kisə qızıl qoyun, bir kisə ha. Bir ildən sonra gəlin, o kisə qızılın üstündə olacaq 1 kilo toz tapasınız. То есть оставьте мешок золота турку, придете через год, увидите там килограмм pıli. O da Cuma говорит. Düzdür, onları arxivlərdən ləğv edirlər çox şeyləri. Əslində nələr deyibdir. Onu gedin arxivlərə yaxşı baxın, görün hələ nələr var, nələr çıxır. Hələ görün nələr çıxacaqdır bu ermənilərdən və başqa xalqlardan. Kim kimdir? Bütün bu üzə çıxır. Bu SSR-də alanlar şükür Allah. Bütün Rusiya nə qədər zərər vurubdur Türkiyə, bütün bunları siliblər. Bax, onları hardasa qalıqda tapırlar. Tapırlar. Bütün Rusiyanın yalanı da, düzü də çıxır. Ona görə bunlar qorxuya düşüblər ki, biabır olacaq. Neyək müharibə olsun Qafqazda. Bax, Rusun məqsədi budur. O biabır olmamaqdan ötəri müharibələr edir. Yaşaya da bilmir yəni. Bax, bu qədər. Yəni, istədim deyəm ki, bunu bilsinlər. Hər bir xalq ermənidən bir şey danışanda, yəni yadına salsın Xorenaçini, Daşdençi, Alendelondu, Mayakovskilərdi, Tolstoydu, Samveldi, Yeşeçarizlərdi. Belə bunların hələ mən demirəm Egzoyans nə deyir bunları, ümumiyyətlə tarixçi bu yaxınlarda, yəni deyir ki, erməni xalqı olub ki, harda olub, bir tayfadır. Bax, bu qədər yəni mən istədim çatdıram. Yəni, Salavyova yəni bunu çatdırıram və bəziləri də eşitsin.